Salam dostlar, Sekodes kanalına xoş gəlmisiniz. Bugün sizinlə birlikdə web pen testing dərslərimizə qaldığımız yerdən davam edirik. Keçən dəfəki dərsimizdə web pen testingin nə olduğu haqqında danışmışdıq. Bu dərsimizdə isə web sorğuları haqqında danışacağıq, HTTP protokolu və keçən dərs dediyim Burp Suite toolunun yüklənməsini göstərəcəm və həmin Burp Suite-dən istifadə edərək sorğuları analiz edəcəyik. O zaman ilk öncə Burp Suite-in yüklənməsi ilə başlayaq. Burp Suite yükləmək üçün Burp Suite download yazırıq. Mən Community Edition yükləyəcəm. İstəsəniz GitHub-da Premium Edition-ın crack-i vardı, yükləyə bilərsiniz. Amma mən Community yükləyəcəm. Yüklənməsini gözləyək. Aha, gördüyünüz kimi Burp Suite yükləndi. Əslində Burp Suite yüklənmədi. Bu SH faylıdır ki, Burp Suite yükləmək üçün istifadə olunan. O zaman Burp Suite yükləmək üçün həmin SH faylını execute eləməliyik. Və beləliklə Burp Suite-imiz artıq yüklənmiş olmalıdır. Burp Suite-i açırıq. Ancaq Burp Suite-i açdıqdan sonra etməli olduğumuz bir neçə konfigurasiya daha vardı. Firefox-umuzu açırıq. Burada ilk öncə settings açırıq. Settingsdə proxy yazırıq. Proxy settings və burada manual proxy seçib bura 127.0.0.1 və 80.80 portunu yazırıq və also use this proxy for HTTPS modu seçirik. OK-yə basırıq. Sonra gəlib burada 127.0.0.0.80 keçirik. Burada sertifikat yükleme hissəsi vardır. Bu Burp Suite-in öz sertifikatıdır ki, biz Burp Suite-ni istifadə etdikdə bizi ilə qarşıdakı web server arasında proxy rolunu oynayacaqdır. Ona görə bizim kompüterimizin onu güvənməyi üçün bu sertifikatı yükləməmiz vacibdir. Yüklədik. Yüklədikdən sonra settings'e qayıdıb bura certificates yazırıq. Bura açıb və həmin faylı import edirik. Mən bu faylı əvvəlcədən bura yüklədiyim üçün məndə belə bir alert çıxır, amma sizdə problem yaşanmayacaqdır. Bu sertifikat da yüklədikdən sonra artıq requestləriniz Burp Suite-ə gedir, bəli gördüyünüz kimi. Burp Suite-dən hələlik çıxaq, sonra bura geri qayıdarıq, buradan da çıxaq və sonra HTTP protokolun izahına keçək. HTTP protokolu Hypertext Transfer Protokol web üzərində məlumat mübadiləsi üçün istifadə olunan bir protokoldur. Bu protokol serverlər və müştərilər, yəni client arasında ünsiyyət təmin edir. HTTP protokolunu başa düşmək üçün client-server məntiqini anlamaq məncə vacibdir. Ona görə ilk öncə buraya keçid edək və bir dənə siz, yəni user'ın kompüterini çəkək. Bura bir dənə gözəl. Aha, siz bu client'dır. Bu client'dir. Client kompüterini açıb və burada browserdə hər hansı bir sayta daxil olubdur. Məsələn, google.com-a daxil olubdur. O google.com-a daxil olduqda bizim kompüterimiz qarşıdakı Google-un serverinə request göndərir. Bir dənə də bunu server çəkək. Aha, bu da Google-un serveridir. Siz bura server yazaq bir dənə. Siz burada google.com yazdıqda, əslində arxada baş verən proses biraz mürəkkəbdir. Arxada ilk öncə sizə IP adresi verilmək üçün DHCP request gedir. Sonra həmin domainin hansı IP aid olduğunu tapmaq üçün DNS request gedir. Bunlar daha çox şəbəkə ilə əlaqəli olduğu üçün bunları şəbəkə dərslərimizdə öyrənəcəksiniz. Ona görə kanalın izləməyi unutmayın. Şəbəkə videolarına da baxın. Mən isə daha çox web tərəfdən, yəni application level'da necə baş verdiyini deyəcəm. Siz bura google.com yazdıqda, siz Google-un serverinə request atırsınız və Google-un serveri həmin responsu sizə qaytarır və beləliklə siz orada google.com-da açılan səhifəni görürsünüz. Burada siz client məlumatı tələb edən, server isə məlumatı təmin edən tərəf olur. Bu HTTP sorğusunda əsas hissədir ki, bunu başa düşmək vacibdir. Bunu anladığımıza görə keçid edə bilərik digər şeylərə. HTTP protokolu stateless-dir. Stateless nə deməkdir? Yəni siz sorğunu göndərdikdə bu müstəqil şəkildə gedir və əvvəlki sorğulardan asılı olmur. Server əvvəlki sorğular haqqında məlumatı yadında saxlamır.
Bu sizin yəni fikirləşdiyiniz kimi biraz problem yarada bilər. Məsələn, siz hər hansı bir saytda login yeri vardı. Orada siz credentiallarınızı daxil edib həmin sayta login olursunuz və sonra profil hissəsində keçid edirsiniz. Əgər HTTP yəni stateless protokoldursa, sizin profilinizə gedən requesti qarşıdakı server hardan bilir ki, bu bayaq qeydiyyatdan keçən userdir. Bunun üçün tokenlərdən, cookielərdən və sessionlərdən istifadə olunur. Bu GWT kimi JSON web tokenlərdən istifadə oluna bilər. Bunlar haqqında, autentikasiya haqqında gələcək videolarda danışacağıq. Bu video HTTP-nin nə olduğu haqqındadır. O videolarımızı da gələcəkdir. HTTP protokolu internet üzərində resursu tapmaq üçün, yəni ünvanını tapmaq üçün URL və URI-dən istifadə edir. Bunlar nədir? URI, Uniform Resource Identifier, hər hansı bir resursu unikal şəkildə müəyyənləşdirən ümumi anlayışdır. Bu resurs fayl, veb səhifə, e-post ünvanı və digər növ resurs ola bilər. Yəni siz hər hansı bir resursu, məsələn, veb səhifəni axtardıqda gəlirsiniz burada, məsələn, yazırsınız ki, http secodex.com və bunun altında məsələn hər hansı bir directory vardır ki, məsələn blogs, bunun da altında index.html. Bu sizin daxil etdiyiniz URI-dir ki, həmin resursun ünvanını göstərir. Sonra isə URL var. URL URI-nin bir alt sinifidir və bir resursun yerləşdiyi yeri, location-ı göstərir. URL həmçinin resursa necə daxil olmağın yolunu da müəyyən edir, yəni protokolu da göstərir. Bunlar arasındakı əsas fərq odur ki, URI resursu müəyyən edir və bütöv anlayışdır. URL isə resursun harda olduğunu və necə əldə ediləcəyini göstərir. Bu isə xüsusi haldır. Bu mən bir URL nümunəsi qoymuşam. Bunun üzərinə izah etmək üçün. Burada HTTP istifadə edilən protokoldur. Burada .com TL'dir, yəni top level domaindir. Secodex hostname, yəni domainin adıdır ki, bu hansı web serverə məxsusdur. Burada www isə subdomaindir. Bu blok hissəsi directory'dir, hansı directory'nin altındadır. Index.html isə həmin resurs, yəni web səhifədir. Burada isə sual işarəsindən sonra yerləşən isə parametrdir ki, user haqqında məlumat özündə saxlayır. Məsələn, bu IDC 5 olan user'dır. HTTP response status kodlarına keçid edək. Status kodlar əsasən 5 hissəyə bölünür. 100 və 200 arası, 200 və 300 arası, 300-400 arası, 400-500 arası və 500-dən yuxarı olan isə. Bunların hər birinin ayrı mənası vardır. Bəs bunları biz harada görürük? Burp'ımızı açsaq, burada gedən request'i görürük ki, məsələn bu Canva'ya gedən request'i bizə 200 OK qayıdıbdır. Bu 200 OK nə deməkdir? Bunlara baxaq. 100-200 arası olanlar informational, yəni məlumatlandırıcı xarakterlidir. Server sorğunu qəbul edib və onu işləyir. Yəni burada bizə server sorğunu qəbul etdikdən sonra baş verən proses haqqında məlumat verə bilər. Məsələn, 100 status kodu vardır ki, continue, yəni sorğu qəbul edilib, davam edə bilərsiniz. 101 vardır ki, switching protocols. Məsələn, qarşıdakı server əgər HTTPS-dən yalnız getməyi qəbul edirsə, siz əgər HTTP-dən istifadə edirsinizsə, sizə belə bir cavab qayıdacaqdır ki, 101 switching protocols HTTP protokolunu dəyişəcək HTTPS protokolunu. 200-300 arasında isə success, uğurlu qayıdan cavablardır. Sorğu uğurla tamamlanmışdır bizə bildirir. Burada bir neçə nümunə qoymuşam ki, 200 OK status kodu var ki, sorğu müvəffəqiyyətlə yerinə yetirildi. Created, siz hər hansı bir yeni resursu, yəni bu post request yadında isə qayıdır, resursu uğurla yaratmısınız və 204 no content, arxada hər hansı bir proses baş veribdir, uğurla baş veribdir, ancaq heç bir məzmun qayıtmayıb, ona görə belə bir kod qaytarır. 300-400 arasında olan status kodlar isə redirection, yəni yönləndirmə bildirir. Sorğu başqa bir resursa yönləndirilmişdir. Buna nümunə olaraq nə edə bilərik? Məsələn, siz hər hansı bir web saytı daxil olduqda login hissəsində username və passwordunuzu daxil edirsiniz və həmin səhifə sizi başqa bir səhifəyə redirect edir. Bura 300 status kodları ilə bağlı bir neçə nümunə qoymuşam ki, moved permanently, resurs başqa yerə köçürülüb, 302 found müvəqqəti olaraq başqa bir yerlədir və 304 not modified, cache-də olan versiya aktualdır, yəni sizə qayıdan cavab cache-dən qayıtmışdır. Sonra isə 400 və 500 arasında olan status kodları, bunlar client errors, yəni müştərinin xətalarını bildirir. Ya sorğu düz göndərilməyib və yaxud da ki, həmin resursa sizin icazəniz yoxdur. Bura olan nümunələrdə 400 bad request, sorğu düzgün deyil, siz hər hansı bir parametri düzgün vermədiyinizdə belə bir cavab qaytarır. 401 unauthorized, icazə tələb olunur, həmin məsələn
daxil olmaq istədiyiniz resurs ya tələb etdiyiniz resurs authenticated user üçün göstərilmişdi. Ona görə siz qeydiyyatdan keçməlisiniz həmin məlumatı görmək üçün. 400 forbidden resursa giriş qadağandır. Bu qarşıdakı resursa icazəniz olmadıqda sizə qayıdan responsdur və hamımızın ən çox tanış olduğu isə 404 not found resurs tapılmadı. Sonra isə 500 və ondan yuxarılar bu serverin errordur, yəni serverin xətalarıdır. Server sorğunu yerinə yetirə bilmədikdə baş verir. Bu, məsələn, serverə çox yük düşdükdə baş verə bilər ki, qarşıdakı server çökər və sizə 500 xətasını qaytarar. 500 internal server error, serverdə daxili xəta baş verib deməkdir. 502 bad gateway, server etibarsız cavab aldı, service unavailable, server vəqəti olaraq əlçatmazdır. Bunlar ən çox qarşılaşa biləcəyiniz status kodlardır ki, mən bura qoymuşam. Amma təkcə qarşılaşa biləcəyiniz bunlar deyil. Yəni, bunlardan əlavə də var. Amma daha çox bunlarla qarşılaşacaqsınız. Heç 100-dən olanlarla da nadir hallarda qarşınıza çıxacaq. Əsasən 200, 400, 500 və 300-lə qarşılaşacaqsınız. Keçid edirik HTTP metodlarına. HTTP metodları nədir? Siz qarşıdakı serverlə əlaqə saxladıqda ona bildirməlisiniz ki, siz sorğunu nə üçün göndərirsiniz. Bunun üçün metodlardan istifadə olunur. Bir neçə metod vardır. Mən bura ən çox istifadə olunan metodları daxil etmişəm. Siz bəs bu metodları harda görərsiniz? Bunu websuite-də göstərim. Məsələn, request getdikdə requesti burada post, get olduğunu görə bilirsiniz və requesti seçdikdə isə bu hissədə sizin nə olduğunu göstərir. İndi metodların bir-birlərindən fərqləndirən cəhətlərindən danışaq. Get request adından görsəndiyi kimi, yəni get ingilis dilindən tərcümədə əldə etmək deməkdir. Bu metod serverdən data almaq üçün, yəni əldə etmək üçün istifadə olunur. Get metodu ilə göndərilən request yalnız data alır və həmin data üzərində heç bir təsir olmur. Siz serverdə olan resursu əldə edib, yəni onu oxuya bilirsiniz. Üzərində heç bir dəyişiklik edə bilmirsiniz bu metodla. Post request bu metod serverə data göndərmək üçün istifadə olunan HTTP metodudur. Bu metod ilə serverə data yazdırıla bilər. Həmin datalar misal olaraq istifadəçi məlumatları, fayl yükləmələr və s. göstərmək ola bilər. Bunları nümunə olaraq göstərə bilərik ki, siz hesabınıza məsələn profil şəkli daxil edirsiniz. Bu zaman serverə həmin faylı yükləyirsiniz, yəni dəyişiklik edirsiniz. Bu zaman post request-dən istifadə olunur. Post request-i get request-dən fərqləndirən əsas cəhət onun body hissəsi vardır ki, siz göndərəcəyiniz məlumatı həmin body hissəsində verirsiniz. Head metodu. Bu metod get metodu ilə demək olar eyni işi görür. Lakin burada mesaj bölümü yoxdur. Yəni aşağıda sizə gedən mesajı göstərmir. Sadəcə başlıqları, headerlar göstərir. Sonra isə put metodu. Bu metodun köməyi ilə bir mənbəni yeniləyə bilərsiniz, yəni dəyişdirə bilərsiniz. Hansı mənbə yenilənirsə onun ID-sini göstərməlisiniz. Put metodu postla, yəni demək olar eyni işi görür. Aralarındakı tək fərq post metodu ilə siz yeni bir şey, yəni serverdə yarada bilirsiniz. Put ilə isə sadəcə olan bir resursu dəyişə bilirsiniz. Məsələn, profil şəkliniz vardır, ancaq bunu dəyişmək üçün request göndərsiniz. Bu zaman putdan istifadə olunur. Amma yox, profil şəklini ilk dəfə yükləyirsinizsə, bu zaman post metodundan istifadə olunur. Options metodu bu web serverdə dəstəklənən HTTP metodları haqqında məlumat almaq üçün istifadə olunur. Bu əsasən client və server arasında qarşılıqlı təsir öncəsi ilkin yoxlama üçün işlənir. Məsələn, web server buradakı göstərmiş olduğum metodların hamısından istifadə etməyə bilər. Məsələn, post request-i bloklaya bilər, put request-i bloklaya bilər və ya delete bloklaya bilər. Siz bunları öyrənmək üçün ilk öncə options-ı göndərirsiniz ki, qarşıdakı server hansı metodlara icazə verir öyrənəsiniz və ona uyğun istifadə edəsiniz. Ondan sonra isə delete metodu. Bu metod ilə serverdə istənilən bir datanı silə bilərsiniz. Yəni, adından da görsəndiyi kimi qarşıdan istədiyiniz bir resursu silməyiniz üçün istifadə olunur. Mən bura gördüyünüz kimi ayırmışam safe və unsafe. Bunu nə üçün belə yazmışam? Çünki burada solda göstərdiklərim hamısı sadəcə qarşıda məlumatı əldə etmək üçün istifadə olunur. Ancaq sağda olanlar isə qarşıya, yəni serverə məlumat göndərir, məlumatı dəyişə bilir, silə bilir. Ona görə siz post, put və delete metodlarını istifadə etdiyinizdə onlardan düzgün konfigurasiya etdiyinizdən əmin olmalısınız. Əgər userdən input götürürsünüzsə, bu inputu sanitize eləməlisiniz. Yəni, qarşıdakı user'ın ora heç bir injection etmədiyindən əmin olmalısınız.
Əks təqdirdə bu sizin serverinizdə maddi və image'inizə təsir edə biləcək ziyanlar vura bilər. HTTPS. Siz indi məsələn hər hansı bir sayta request atdığınızda görərsiniz ki, heç burada HTTP-dən istifadə olunmur, ancaq HTTPS-dən istifadə olunur. Buna səbəb nədir? HTTP məlumatı olduğu kimi göndərir, yəni heç bir şifrəlmə etmir. Bu isə bir neçə atak vektoruna gətirib çıxada bilir ki, mən indi middle attack. Bu nədir? Siz ilə qarşıdakı server arasında attacker oturub, gedən requestə qulaq asa bilər ki, siz məsələn ora login yerində username və passwordunuzu daxil edirsinizsə, attacker bunu görüb həmin məlumatları oğurlaya bilər. Çünki HTTP yəni plain text olaraq göndərir, heç bir şifrəlmə etmir. Məlumatlarınız rahatca oğurlana bilər. Ona görə HTTPS yarandı ki, bu Hypertext Transfer Protocol Secure. Burada secure bildirir ki, TLS və SSL protokolu ilə məlumat şifrələnir. Məlumat şifrələndiyi üçün də ki, əgər hər hansı bir attacker sizin məlumatlarınızı sizin requestinizə qulaq assa belə heç bir şey başa düşməyəcəkdir. Çünki burada şifrələnmədə public və private key-dən istifadə olunur. Private key yalnızca siz və qarşıdakı server tərəfindən bilinir və həmin məlumatı da deşifrə etmək üçün bu private key-dən istifadə olunur. HTTPS-dən də bu qədər. İndi isə biraz Burp Suite-in necə istifadə olunmalından izah edim. Siz Burp Suite-i açdıqda requestlər burada HTTP history'da görə bilərsiniz, gedən requestlərin hara getdiyini və burada çoxlu request gedir. Bunları siz filtrləyə bilirsiniz. Gəlirsiniz burada scope hissəsinə add. Siz bura məsələn sadəcə canva.com-a gedən requestləri görmək istəyirsiniz və include subdomain istəyirsiniz ki, subdomainlərini gedən requestdə görəsiniz. No-ya basırsınız və HTTP history'ya keçdi. Filter hissəsində show only scope item seçirsiniz və beləliklə yalnızca sizə Canva və onun altında olan subdomainlərə gedən requestləri göstərəcəkdir. Requestlərin içini isə burada görə bilərsiniz və requesti yenidən göndərmək istəyirsinizsə, yəni gedən requesti təkrarlamaq istəyirsinizsə, burada sağ tık basırsınız və burada send to repeater deyirsiniz. Send to repeater dediyimizdə sonra həmin requesti yenidən istədiyimiz qədər send edib qayıdan cavaba baxa bilərik. Burada dəyişikliklər edib, məsələn, hər hansı bir cookie-ni silirik, yenidən göndəririk və dəyişən cavaba baxırıq və s. Repeaterdən başqa istifadə edəcəyiniz tab intruderdir ki, intruder siz brute force-dan istifadə olunan tabdır. Bunun üçün gəlirsiniz hər hansı bir requestin üstünə send to intruder deyirsiniz. Intruderdə hər hansı hissəni dəyişmək istəyirsinizsə, məsələn, bu hissəni biz dəyişmək istəyirik. Bura add deyirik və bura simple list, yəni list özünüz daxil edə bilirsiniz və ya file qoya bilirsiniz. Numbers, dates, istədiyiniz şeyi qoya bilirsiniz. Null payloads belə göndərə bilirsiniz. Məsələn, biz numbers göndərək. Neçəyə? 1-dən deyək ki, 200-ə qədər göndərmək istəyirik. Start attack. Burp bizim əvəzimizdən brute force eləməyə başlayır və görürük ki, bizim daxil etdiyimiz payloadu həmin key hissəsinə yazıb göndərir. 5, 6. Beləliklə, Burp Suite-dən istifadə edərək brute force eləmək də mümkündür. Discard deyirik. Intruderdan da bu qədər. Sonra isə bizim burada decoderımız vardı ki, istədiyiniz simvolu encode, decode edə bilirsiniz. Digərlərini isə istifadə etdikcə özünüz öyrənə bilərsiniz. Bunlar daha çox sizin praktikanızla bağlıdır ki, adam yəni istifadə etdikcə əliniz öyrəşəcəkdir. Burada extensions vardı ki, yükləyə bilərsiniz və s. Dərsimizdən bu qədər. Bu dərsimizdə HTTP haqqında danışdıq. HTTP protokolundan, sorğuların necə getdiyindən, URL və URI-nin fərqindən, HTTP response statuslardan danışdıq. 200-lər nəyə bildirir, 100-lər nəyə bildirir, 300-lər, 400-lər və 500-lər arasındakı fərq nədir? HTTP metodları haqqında danışdıq ki, get metod nəyə bildirir, post nəyə bildirir və s. HTTPS-dən danışdıq. HTTP-dən niyə istifadə olunmur, HTTPS-dən istifadə olunur. Yəni, bu videomuzda öyrənməli çox məlumat var. Sizə tövsiyə edərəm ki, özünüz bunları praktika edəsiniz. Burp Suite yükləyib, sorğular göndərib, özünüz baxarsınız sorğuların içinə və s. Və bundan əlavə gedən requestdə headerlər vardı ki, request headerlər və response headerlər, cookielər və s. Gələcək videomuzda bunlar haqqında danışacağıq. Bugünkü videomuzdan bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.